Salam dəyərli dostlar. Rusiyanın Yekaterinburg şəhərində soydaşlarımıza qarşı törədilən vəhşilikdən yəqin ki, bir çoxunuzun xəbəri var. Daha ətraflı Google-da axtarış verib oxuya bilərsiniz. Mən burada qısa bir məlumat vermək istəyirəm. Deməli, iyunun 27-sində səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburgda Azərbaycanlıların evlərində reyd keçirib, əməliyyat nəticəsində 2 Azərbaycanlı öldürülüb, daha bir neçə nəfər saxlanılıb. Axırıncı dəfə mən gördüm ki, bilməm, yalan doğru 5 nəfəri qətlə yetiriblər. Başqa bir xəbərdə gördüyümə görə. Bu vəhşiliyi bir çoxunuz, yəni birinci dəfə də görmürük. Rus dövlətinin, Rusların Azərbaycanlılara qarşı vəhşiliyi ilk dəfə deyil təbii ki. Amma Azərbaycanda da bir tədbir görülüb, bilməm, yalan doğru. Rusiya Federasiyasının Yekaterinburg şəhərində etnik mənsubiyyətinə görə Azərbaycanlılara qarşı Rusiyanın hüquq mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və digər tədbirlər ləğv edilir. Çox güman ki, Rus pərəstlər, Rus arxasına girənlər buna üzülürlər, çünki onlar üçün bu yaxşı xəbər deyil. Yenə deyəcəyim, olacağım Rus dili düşməni yox, elə bir şey yoxdur dostlar. Rus dilini hamı öyrənə bilər, öyrənməlisiniz. İngilis dilində öyrənin, Rus dilində, Çin dilini də, xarici dil bilmək yaxşı bir şeydir. Rus dili də xarici dildir, yəni. Bəzən olur kimsə deyir ki, Rus dilini bilirəm və xarici dil bilirəm. Necə yəni? Rus dili xarici deyil ki. Rus ana dilin deyil ki. Rus dili də xarici dildir. Elə münasibət bəslənməlidir, yəni xarici dildir. Amma Rus bölmələri Azərbaycanda hamısı da olmasa, bildiyiniz Rus pərəst insanlar yetişdirir. Necə ki, Ayaz Salayev kimi insanlar var. Heç, yəni, buralı deyirlər. Məsələ, yəni, yenə deyirəm, Rus dili deyil. Rus bölməsidir. Rus bölmələrində yetişən Azərbaycan uşaqlarıdır. Siz istəyirsiniz Rus dilini belə Rusdan da yaxşı bilin. Rus pərəst olun, gözlərinizi mavi eləyin, saçınızı saraldın. Yenə də Rusların gözündə çörnəcəksiniz. Yəni, bu fakt belədir. Yəni, bizim soydaşlarımız onların gözündə aşağı səviyyəli insanlardır. Ona görə də çalışın, siz də Rusiyalı Ruslara yuxarıdan aşağı baxın. Yəni, onları dağ başına qaldırmayın. Ay mədəniyyət, ay nə bilim, səviyyə filan, elə bir şey yoxdur dostlar. Bizim xalqımızın səviyyəsinə nə gəlib ki? Pis hər yerdə var, yaxşı da hər yerdə var. Nəysə dostlar, Allah Rusiyada qətlə yetirilən soydaşlarımıza rəhmət eləsin, digərlərin qapısını açsın və onlara qarşı törədilmiş bu cinayətin başında olanların da, nə deyim, cəzalandırılmayacaqlar. Bir əlacımız qalır, Allah bəlalarını versin.